Sabahı, gün ortası xeyir olsun. Günü aydın olsun. İşi avanda olsun bizim de içinde. Ben bugün bənövşələrim gecikdim. Çoxu soldu. Bunları yığıb vareniyasını eləyəcəm. Oh, belə yığacağım başlarını. Qəşəng. Qəşəng nə gözəl də ətri var. Bəh. Vareniyasını eləyəcəm. İnşallah qəşəng çıxar. Bir dənə görmüşsün. Keçən azacıq eləmişdim, az idi bənövşəm. Çox dadlı ətirli mürəbbəsi var. Buyur yığıb, xilləx var. Çoxu soldu, vaxtım olmadı. İndi var üstə yığıb vareniyasını eləyəcəm inşallah. Allah'ın izniyle. Bənövşələrimi yığdım. İndi bunların çoxdan açanları, arxaları belə yaşıl ot kimi qalır. Onları belə qopardıram. Mən bunu bir şeydə görmüşdüm. Rus qadını pişirmişdi. Bunu saxlamışdım reseptdə. İllər öncə. İndi mən keçən az idi bənövşəm pişirdim o qaydada. Çox qəşəng ətirli mürəbbəsi çıxar. Mənim öz ağlımca, bax bunun belə ləçəkləri, o belə bütöv pişirmişdi. Bax belə pişirirlər. Amma mən öz fikrimcə, indi bənövşələrim azdır, biraz təmizləyəcəm, qalanını elə belə pişirəcəm. Bunu belə qızıl gül kimi ləçəyini eləyib pişirmək daha yaxşıdır. O bənövşə çox olan yerdə olanda təkcə ləçəyini pişirmək lazım. Bunun hər bir şeyi xeyirdir. Qızdırmaya, ondan təzyiqə, çox şey xeyirdir. Bax bunu belə təzə açan o meşəli ərazidə olanlar getsinlər, yıxsınlar, dağlıq bölgədə olanlar. Bax bu ləçəklərin qoparsınlar, bundan pişirsinlər. Bunları da atmasınlar, çay dəmləsinlər. Çox gözəl. İndi mənim bənövşəmin hamısı bu qədərdir. Mənim uşaqlı evlikdir, çatdırmadım. Bax belə çoxu üzü toxuma yatıb da, ləçəyini töküb. Ona görə mən bunları təmizləyirəm, ləçəkli olanları pişirəcəm. Belə ləçəkləri mənim fikrimcə, mən elə deyirəm. İndi necə çıxar bilmirəm, prob eləməmişəm. Belə pişirmək daha sərfəli olar. Belə o, mən gördüyüm səhifədə bax belə pişirmişdi bütöv. Haradasa illər öncə mən onu bir şeydə gördüm, televizorda görmüşdüm. İndi YouTube-sad yaranıb, YouTube-sad var, hər şey göstərirlər. O Rusdan görmüşdüm. Yemək kanalı var idi, orada gördüm. Ondan yazıb götürmüşdüm. İndi səhifələrdə bəlkə də var, mən eləmişdim. Keçən də elədim, az idi. Amma indi biraz var, xeyli eləyəcəm. Mənim fikrimcə artlayıb eləsək daha sərfəli çıxar, belə qəşəng çıxar. O qaydada eləmədim, gördüyüm qaydada eləmədim. Mən qızıl gül ləçəyi kimi bənövşələrimi ləçəklədim. O bəzisində gözümdən qaça bilər, o heç. Bu arxasında olanlar var ha. Bunları da çay dəmləməsi üçün saxlayacağım. Çay dəmləyəndə atacağım. Bu xeyirdir, təzyiqə, qızdırmaya. Burada da mənim 40 qram ləçəyim var, bənövşə ləçəklərim var. İndi bunları özümün qaydamda pişirəcəm. İndi aparıram yuyam, qəşəngcə yuyandan sonra şəkərini, suyunu hazırlayıb pişirəcəm. Şərbətim qaynayır. 2 stəkan, yarımdan da biraz az su tökmüşəm, pisok tökmüşəm. 3 stəkan, yarımdan da biraz az su tökmüşəm. Bənövşələrimi də yudum, pisokum, şərbətim qaynayıb, tökürəm içine. Bu qaydada. Mən çox qatı istəmirəm, duru xoşlayıram. Ona görə şərbəti olsun. Bunu pişirən adam amma çox belə şərbətli. Bal eləmişdi. Bal kimi eləmişdi, mən onu sevmədim. Bu qızıl gül mürəbbəsi kimi, yasəmən mürəbbəsi kimi bir şeydir də, gül ləçəyi. Məncə el olmalıdır. Bu qaydada elədim. İnşallah yaxşı çıxar. Bax belə qaynasın. Sonra limon sıxacağım. Biraz qaynasın. Çox xırç olanda pis olurlar. Rəngi yamyaşıldır. Rəbbimin möcüzələrinə sonsuz şükürlər olsun. Gövdəsini təmizlədik bunlar hələ. Öz tək bənövşənin ləçəyi bu rəngdədir.
Təbiət gör necə gözəlliklər yaradıb. Fikir verirsən. Bənövşənin suyu yamyaşıl. Keçmişdə mənim yadımdadır, qoca nənəm deyirdi ki, ipləri biz bitkilərlə boyuyurduq. Yunu əyirirdik, sap eləyirdik. Onları kələf deyirdilər ki, dizdə kələf halına salırdılar. Sonra onu bitkilərin kökü ilə boyuyurdular. Yadımdadır, göbələk, ağac göbələyi ilə boyadıqları yadımdadır. Ağ ipi boyadılar. Kariçini bir rəng alındı. Sonra tutun kökündən məncə elədilər bir dəfə. Nəysə uşaq idim, güclə yadıma gəlir. Boyadı. İndi bax bu bənövşənin soku yaşıl rəng alındı. Yaşıl rəngdə görsən. Ona görə doğrudan da təbii rəng, təbii bir şey, qida, hər bir şey təbiisi gözəldir. Çox gözəldir. Mən şərbətli kimi istəyədim. Ona görə suyunu biraz artıq elədim. İstəyən az da eləyə bilər. Mən bu qaydada elədim. Bu hal-hazırda da belə. Görsən, onu. Bunu tökürəm bunun içinə. Bismillahirrahmanirrahim. Az olsa da rəngi duyulması lazım. Altını söndürürüm. İndi yenə atacağım limon suyuna. Görsən, rəngin açdı. O yaşıl rəngdən əsər yoxdur. Düz bənövşə. Rəngini gözəlcə açdı. Bax, bu rəngi göyə çönürdü. Yaşıldan göyə çönürdü. Bax, oldu bu rəng. Bir qüdrətinə qurban olduğum Allah. Bax, bu qədər çıxdı məndə. Mənim bənövşələrim az idi. Ona görə kim ki, o bəzi rayonlarımız var, hər yer doludur bənövşə ilə, adamın ürəyi gedir, ətirindən, qoxusundan. Bizlərdə də elə idi. Bağlarımız var idi, bizdə baramaçılıq var idi, tut bağlarımız var idi, hektarlarla. Elə bilirdin ki, bənövşə xəyalçası sərmisən. Qoxusu da vururdu, sahəyə çatmamış kəndiyə gəlirdi o bənövşənin qoxusu. Yığın belə pişirin, xeyirdir. Görün, Rəbbim nə gözəl möcüzələr yaradır, rənginə bax. Əvvəl belə yaşıl, sonra maviyə çöndü, sin rənginə çöndü. Limonu sıxdıq oldu bu rəngdən. Gör, nə gözəl rəngdir. Rəbbimə qurban olum. Çox gözəl möcüzələrə qadirdir. Hər kəsin Allah əlinə, əməyinə sağlıq versin. Bugün mən bənövşə mürəbbəsi pişirdim. Öz həyətimdən olan bənövşədən. Mən gördüyüm reseptdən Rus qadını pişirmişdi illər öncə. O belə pişirməmişdi. Saplaqlı zaddır. Necə var? Bax, bənövşəni belə başından qopartdı. Bu cür pişirmişdi. Mən ancaq ləçəklərini pişirdim. Qurban olum Allaha. Çox gözəl rənglər, çox gözəl nemətlər bizə əta eləyib. Şükür onun verdiyi nemətə. Hər kəsə nuş olsun, bizdə içində.